Bugün anamın ad günüdür. Bir müddət əvvəl anam bu dəsti görüb çox bəyənmişdi. Belə bir pikəsi var, döşək üzü var və pikəsinə uyğun da yastıq üzü var. Mən də fikirləşdim ki, bunu özüm hazırlayım və ad günündə ona hədiyyə edim. Bir neçə saat içində hər şeyi çatdırmağa çalışdım. Bütün işimi, gücümü kənara atıb bununla məşğul oldum ki, ad gününə hazır olsun. Şükür Allaha hazırladım, ütülədim, paketlədim. Hər şeyi son anda çatdırdım. İndi də götürüb gedirik anamın ad gününə. Bu mənzərəni görüb çəkməyə bilməzdim. Çəkdim, dedim siz də görəsiz. Tortu götürməyə gəlmişik. Yastımış. Nə qəşəngdir. Bunlar da yeməlidir. Yox, güllər yox. Oo, salam aleyküm. Bu arada yolda izləyicimlə görüşdük. Bu çiçəkləri anam üçün o hədiyyə etdi. Buradan ona bir daha təşəkkür edirəm incə düşüncəsi üçün. Get. Məni niyə aldatdınız? Bəs gəlir düz kabab çəkməyə. Gecikdiniz. Gecikdiniz. İndi sizi nakazat edəyərəm. Üşüyüb. Düşüb, yeyə bilərsən, qiymət verə bilərsən, qiymət ver görə nə tər pişib. Düşüb yoxsa Əlim doludur, yeyə bilmirəm. Əsl bakırlar olsun. Ana, onu o gülü sənə izləyicim göndərib təbrik edir ad gününü. Sağ olsun, sağ olsun. Əsma isə evdə nənəsi üçün məktub hazırlamışdı və içərisinə də ürəklər kəsib qoymuşdu. Onu da nənəsinə təqdim elədi. Əsmanın ümumiyyətlə belə əl qabiliyyətləri var. Kimisə ad günü olanda özü üçün nə isə hazırlayır və təqdim edir. Bibimlər gələndə evin enerjisi tamam dəyişir. Mən anamgilə gedəndə əvvəlcə birinci soruşuram ki, bibimgil oradadır. Çalışıram elə gün seçim ki, hamımız bir yerdə olaq. Çünki o söhbət, o gülüş, o səs-küy başqa cür olur. Adamın heç o ortamdan çıxası gəlmir. Raketi deyirəm. Raket günü gündən uzanır. Tanıdı keyfiyyətini də bildi. De. Gəlinimizin bu günləri, ad günüdür. Gəlinimiz də və parçamızın, o bizə parçamızın biridir. Onun ürəyindən nə arzuları var, hamısı yedirsin. Olaların həmişə xoş günlərin görsün. Allah can sağlığı versin. Bu ev onsuz eləməsin. Qardaşını da onsuz eləməsin. Onlar bir yerdə qalsın. Çox sağ ol bibim, sağ ol. Sən pişirsən, kabab pişirən eləsən. Sağ ol, kabab pişirən eləsən. Kebapçının kepkası dedi. Mənim oğlumdur, sevimli oğlum, kürəkəni. Allah tanrı. Hələ biri də gəlir oğlunun. Hələ oğlumun da biri gəlir. Hə, böyük yox gəlir. Xoş gəldin. Evet. Sağ ol, var olun, sağ olun. Nənə, sənə təbrik edirəm. 100 yaşa, o gün Sən olsun. sok alıb gətirir. İnşallah mənim toyumda da. İnşallah, enişdə girəndə, enişdə. Kepkalar. Kababçılar kepka ilə olar. Kepkası olmayan kabab. Ha. Şimdi çevirək belə. Təşim şişirən ağzına şişmanımdır. Şiş yoxdur, bir dənə budur. Götürmüşəm ki, iş başqa bir şeydir. Bunları taxa biləcəksən. Endilər keçməz heç ona. 50 bir dənə gözlə. Yaxşı bax, bir dənə yoxla. Apara bilərsiniz. Bəh. Kartoşka əladır. Tax. Bəsdir. Bu da boşdur, buna da tax. Burada nəsə o baladır. Bu onu taxın.
Ən dadlı elə kartoşka olacaq. Onu bol edeyim kartoşkanı. Kartoşka əladır. Biraz da biçsin ata. Keçən dəfə sənin blogda çəkmişəm, qonşu tanıyım. Sən sifarişi. Annem, bu sevdan sifarişidir. Bu da bildiğin sifarişiler. Axır onu düzdür mü? Süfrəni əvvəlcədən hazırlamışdı bacım. Amma mən də dedim, son toxunuşları eləyim. Mən də özümü burada elə göstərirəm ki, süfrəni güya mən hazırlamışam. Amma əslində bacım hazırlamışdı. Sadəcə olaraq mən də xırda geriyə qalan, belə deyim də, işləri elədim. Anam evgüllərini çox sevir. Ona görə hədiyyəsi də evgülləri idi. Bu gül isə çox maraqlı idi, çox xoşuma gəldi. Kendi sosu 3 manat idi, şirket sosu 2 manat, 5 manat. Açanda elə olur o da. Ben de kaç kilo veriyorum. Ben qabiyan deyiləm. Mən qadınam. Qonaqlıq zamanı 3 bacıdan ən çox əziyyət çəkən ortancıl bacımdır. Ona görə ona xüsusi təşəkkür edirəm. Bu arada böyük bacım yox idi. Çünki oğlunun and içməsi idi. Ora gedəcəkdilər. Tortu da öncədən sifariş vermişdim. Şəklini Pinterestdən bəyənmişdim. Sadəcə xırda dəyişikliklər edib öz fikrimi demişdim. Sağ olsun, tortu hazırlayan xanım o qədər gözəl hazırlamışdı ki, hətta mənim təsəvvür etdiyimdən də gözəl alınmışdı. Ən çox da kənarlarındakı naxışlar diqqətimi çəkdi. Bilmirəm niyə, amma o cür naxışlar məni birbaşa uşaqlığıma aparır. Onu görən kimi çox bəyəndim. Həm görünüşü çox zərif idi, həm də dadı həqiqətən çox ləzzətli idi. Ad günündə olan hamı da çox bəyəndi. Hətta görünüşü o qədər gözəl idi ki, sanki ad günü tortu yox, nişan tortu idi. Mən bu qədər gözləmirdim açığı. Bilirəm, bu vlog biraz qısa oldu, amma istədim ki, ən maraqlı hissələri sizinlə paylaşım. Kanalıma dəstək üçün abunə olun, çoxlu şərh yazın və like edin. Bugünlük də bu qədər olsun. İnşallah yeni vloglarda, gözəl vloglarda görüşərik. Sağ olun, Allah'a əmanət olun.